Hamıya salam. Hal-hazırda 16 avqust 2026 saat 14:13. Məni izləyən insanlar mövzunun nə olduğunu bilirlər. Amma yenidən qısa olaraq demək istəyirəm ki, mövzu Astara rayon Təngərüd kənd sakinləri Əliyev Məmməd Rəsul, Əliyev Şaiq və Astaradakı həkimlər 12 barmaq diaqnozla adına açdıqları saxta ikinci qrup 50-lik dərəcəsi. Mövzu budur. Digər videolarda bütün hamısının alt qatları var. İndi keçək əsas məsələyə. Yəni hər kəs bu arada bilir ki, mən bu işləri prokurorluğa həvalə eləmişəm. EPIS elektron formada. Və mən bu işimə korrupsiyada baxılır, araşdırılır. İndi mənə diqqətlə qulaq asın bu 2 gün ərzində baş verənlər. Deməli, 14.08.2026 gecə saat 11-də baş verənləri danışıram olduğu kimi. Məmməd Rəsulun təxribatlarını danışıram. Çarəsizcə olan təxribatları. Təsəvvürlə dediyim tarixdə 14.08.2026 gecə saatlarında 11 radələrində oturduğum yerdə məni elə bir vəziyyətə gətirdi ki, hər zaman bacardığı bir şeydir. Qadın, uşaq hamısını bu işlərdə səfərbər etməklə, zaten bunlarda adətdir bu. Bunu öncəki videolarda demişəm. Yəni mövzunu elə bir dənə vəziyyətə gətirdi ki, yəni ortada artıq söyüş və sair belə aqressiya oldu. Fiziki olmadı. Gəl məni vur, gəl məni vur deyən insan olduğunu da bəyan edeyim. Qətiyyən elə bir şeylər olmayıb, olmayacaq da əmin ola bilərsiniz. Cinayətlərinizi ailə məişət mövzusuna apara bilməyəcəksiniz. İndi gecə saat dediyim vaxtı gecə Məmməd Rəsul 102-yə zəng vurur, 102-yə zəng edir. Normal qaydada polislər də gəlir. Mənə dəvət edirlər polis şöbəsinə, 30-cu polis şöbəsinə, Hövsanda yaşayıram. 17 saata yaxın orada olmuşam, kamerada. Və o mənim orada olduğum müddətdə də Məmməd Rəsul və sair şikayətlər orada ailə üzvlərində cəlb edərək şikayətlər yazıb. Bunlar mənə heç vaxt sarsıtmayacaq, əmin ola bilərsiniz. Klan üzvləri. Məqsədləri nə idi? Həm də məqsədləri nə idi? Məni narkoman, indi narkoman deyəcəm. Məni, yəni narkoman, adekvat olmayan, əsəbi, gərgin kimi, yəni imkan vermir yaşamağa. Bu vəziyyətdə şikayətlər edib polis şöbəsinə. Amma o klan üzvləri sizin oyunlarınız elə dünən, yəni ki 15.08.2026 günorta 4 radələrində başınızda partladı. Necə partladı? Əlbəttə ki, polis əməkdaşları məni Respublika narkoloji dispanseri xəstəxanalara və s. bütün mənim orada apardılar, müayinə elətdirdilər, rəsmi şəkildə. Düzdür, indi məndə o sənəd hal-hazırda göstərmək istəyərdim, məndə olmasa da sistemdə var. Həkimlərlə birlikdə testlər apardılar, hər cür ruhi xəstə, narkoloji və s. Hamısından da, yəni ki, dövlətin rəsmi həkimidir də, rəsmi həkiminin həm şifahi olaraq polislərin yanında, həm də sənədlə, dövlətin möhrü ilə təsdiq elədi ki, bu adamın heç bir narkoloji problemi yoxdur, heç bir ruhi problemi yoxdur, yəni digər orada cümlələrlə qeyd olunur, psixoloji, belə, yəni psixi bir problemləri yoxdur. İndi siz çarəsizliyə baxın. Sizə deyirəm, kimya, biologiya müəllimi Şaiq illərdir Məmməd Rəsulla bütün nəslə kökə salmışsan, mənsur narkomandır. Dövlətdən pul soyanda, pulların oğurluğunu ört-bastır edəndə deyirsiniz, bank sənədlərinə yazırsınız ruhi xəstə. Mənsuru hörmətdən salmaq üçün, onu
Problemli göstərmək üçün deyirsiniz, ətrafda nəsillərimizin içindəki, insanların içindəki mənsur narkomandır. Dövlətin sənədləri təsdiq elədi sizin saxtakarlığınızı, yalanınızı, yalan danışdığınızı. İndi bu öz yerində. Mən təxminən 17 saat sonra polis şöbəsindən məni buraxdılar, sərbəst buraxdılar ki, gedə bilərsən. Amma əsl şou ondan sonra başladı. Təsəvvür eləyin dostlar, mən evə qayıdıram, gəlib baxıram, görürəm ki, hamısını zaten qeydə almışam. Gəlib baxıram ki, mən Mədrəsul bütün mənim bu bazı işlərində 5-10 manat pul qazandığım yerin qıfıllarını dəyişib. Evdə də heç kim yox. Nə planlaşdırıb onu özü bilir. Evdə də heç kim yox, qapıların qıfıllarını dəyişib və s. Məni də görür, deyir, sən bu evdə qalmamalısan, sən bu evdən çıxmalısan, deyir mənə. Dünən gecə, axşamüstü 8-də, yəni 15.08.2026, axşam 8-də. Bunları deyir mənə. Mən də buna heç bir reaksiya vermədən bir şəkildə gəldim. Qapının bir təhər açdım, girdim dükanıma. Dükanı açıram. İndi burada mənə bunu deyir axı, gəlirəm dükana baxıram ki, dükan tərtəmiz. Həqiqətən də dükan biraz tozlu idi da, yəni. Tərtəmiz. Yer təmiz, belə səliqə səhman yaranıb dükanımın içində. Servisdə, yəni dükan deyirəm, yəni elə şeydə yoxdur, servis. Balaca. Yəni ki, vəziyyət budur da, polis şöbəsindən gəlirəm evə, görürəm ki, dükanın falan bütün qapılarının qıfılları dəyişilib, yenilənib Məmməd Rəsul tərəfdən. Mənim üzərimə gələrək deyir, sən bu evdə qalmamalısan, sən bu evdə qalmamalısan. Mən də tələm-tələsi gəlib oğluma deyirəm ki, çünki 12 yaşlı bir uşağa bu adam deyir ki, 12 yaşlı bir uşağa deyir ki bu adam, yəni dəfələrlə deyib ki, sənin atan narkomandır, sənin atan ruhi xəstədir, sənin atan belədir, uşağa deyir. İndi bunlar zaten olmadığı təsdiq olundu. Lap bu olmuş olsa belə, yenə də o uşağa o söz deməzdir axı, yəni bunun mənəvi tərəfi yoxdur da, yəni bu insanların mənəvi şeyləri yoxdur, yəni heç bir şeydə, yəni uşağa təsəvvürlü o söz deyirsin. Mən də yəni uşağa belə də, yəni o travmalardan qurtulsun deyə deyirəm ki, bax belə də, yəni ata getdi və s. yəni hamısı yalandır. Uşaq travma almasın. Bu öz yerində. İndi bu öz şeyindədir. Prokurorluqda da axı iş. Get məhkəməyə ver. Get məhkəməyə ver. Dirəşib mənimlə ki, sən get məhkəməyə ver. Yəni mülki məhkəməyə ver bu işləri. Get ver məhkəməyə, səndən məhkəmədə görüşək. Yəni mənim işim prokurorluqda da öz elektron epi sistemindədir. Bu mənə deyir ki, sən get mülki məhkəməyə ver. İndi açıqlama gələcək. İndi təsəvvürlə qıfıl dəyişir, qıfıllar. Mən evə gəlməməyimi istəyən adam. Sonra mən dükana bir şəkildə girirəm. Görürəm dükan tərtəmiz, səliqəli. Sonra mən daha sonra gəlir mənim üstümə. Kondisioner falan belə şey. Onu niyə qoşmursan, onu niyə eləmirsən? Halbuki 3 ayda gəlmir, bu adam bu dükana girmirdi. Bu son bir həftənin içində olan şeylərdir. Belə qəribə bir dənə atmosfer yaradaraq deyir. Ver mülki məhkəməyə, mülki məhkəmədə görüşək səninlə. Yəni, mənə elə bir həddə çatdırmağa çalışırlar ki, mən bu mövzunu mülki məhkəməyə yaparım. Amma sizə demişəm, siz mənim üzərimə gəldikcə, mən də, yəni siz özünüz öz hərəkətlərinizlə, öz şeylərinizlə, siz öz cinayətinizin daha da belə dərinliklərində nələr var çıxardırsınız beləsinə, buraxırsınız elə mənim özümdən. Yəni öz şeylərinizi özünüz yəni çıxardırsınız ortaya. İstir dövlət tərəfindən videolar hamısı dövlətin hamısının şeyində də izlənilir. Belə də izlənilir, elə də izlənilir. Yəni bilirsiniz də, yəni çox gözəl bilirlər ki, mən bu cinayət məsələsini hansı ki prokurorluqda aktiv olaraq hal-hazırda onu mən mülki məhkəməyə aparsam, o Bakı şəhər prokurorluğunda o yanıb sönən mənim iş nömrəm ki var, axırı 83. O, yəni mən mülki məhkəməyə versəm, o bitəcək, yəni o həm uzanacaq, həm belə, yəni çünki məhkəmədə bir proses gedirsə artıq Daxili İşlər Nazirliyində olan şikayətlərim olsun, Epis Prokurorluq sistemində olan şikayətlərim olsun, hamısı onlar yəni dondurulur da, səhv belə olacaq yəqin ki.
Çünki məhkəməyə gedirik. Yəni əgər mən mülki məhkəməyə bunların istədiyi kimi eləsəm, getsəm. Yəni istəyirlər ki, korrupsiya da axı bu. İstəyirlər ki, o cinayət işini mən, hansı ki prokurorluqda öz vaxtını gözləyir, mən hardan bilim, fakt ki, mən oradadır mənim işlərim. Yanır sönür orada o. Yəni mən onu məhkəməyə aparım, mülki məhkəməyə. Sizin də bütün o cinayətləriniz prokurorluqda donsun, ha? Əşi, mən gedib küçədə yataram, amma sizin oyununuza gəlmərəm. Hövsanda yaşayan Məmməd Rəsul, şəbəkənin üzvü, saxta əlliklər üzrə şəbəkələrin bir üzvü. Hövsandakı Məmməd Rəsul, Astarada da tir-tirəsən digər klanın ən önəmli simalarından biri Şaiq. Tir-tirəsirsiniz orada, hərəviz bir yerdə. Yəni, sizə verirəm də, yəni onun cavabını. Yəni ki, mən bu cinayət işini, o bütün o gedişatlar, prosesi vaxt yaxınlaşır deyə, yanır sönür deyə episdə o şeylər, istəyirsiniz mən mülki məhkəməyə aparım, onu görməyəcəksiniz siz. Mən bu prokurorluq xəttini axıra kimi aparacam. Bütün senarilər mənim əlimdə hal-hazırda, yəni belə şey kimi götürsək də, yəni haqlı olaraq. Dövlətin o elektron şeyləri hamısı qarşımdadır, iş nömrələri, aktiv şəkildə. Narkoloji testdən təmiz çıxdım. Dedi ki, yəni heç bir problemi yoxdur. Yəni burada prokurorluğun qorxusundan tir-tirəsən sizsiz. Müşahidə kameralarını qıran, çıxardan, tokdan ayıran, onu oradan sökən, iz itirmək üçün. Məni özümdən çıxardıb o aqressiv səsimi eləmək, belə şeylər eləmək, WhatsApp-ına falan, Rövşənə atmaq, Rövşəndən Şaiqə eləmək, oradan o buna gizli-gizli qadınlar vasitəsilə bir-birinizə belə sözlər ötürürsünüz. Bunlar sizcə sizin dövlətdən oğurladığınız pulları ört-bastır eləyə bilər? Gedin indi, prokurorluqdan sizə SMS gələndə, bildiriş gələndə, çağırılanda düzələcək hər şey.